Burada qardaş qəşəng gencillər var, yolu qırağıdır. Saxlamış o maşını, düşmüş o aşağı. Bunlar hələ düz yetişməyib. Biraz bir o qədər də deyil. Amma əlimdəkilər çox belə dadlı tamlı görsənir. Maşallah, qurban olum Allaha. Allah yaxşı ruzi yetirib. İt də bir tərəfdən gəlirmi? Bax sən. Çəkiliş yarıda çox vaxt belə şeylərə görə qalır qardaşlar. Üzürlü sayın vallahi. Bir də görürsən ki ani bir şey olur yolu qırağında. Ya neysə olur, çəkiliş bozulur da. Bu Bakı yoludur, üzü o tərəf. Bakı Sədəqə yolu. Belə qardaşlar. Yol boyu çəkdikcə sizə bu gözəl maraqlı görüntülərdən yollayacağım. Baxın. Özünüz üçün maraq dairəmizə uyğun maraq tapın. Bu da ki əl çəkmir hələ. Bu hələ əl çəkmir. Yuxarıda qəşəng bir belə oturub çay içilməli bir yer var. Çox gözəldir. Burada da furo şoferləri saxlayır maşınları, istirahət edir. Sonra özü Dağıstan tərəf buradan yol alırlar. Ümumiyyətlə bizim məkan cənnət məkandır da, yəni çox gözəl məkandır. Bu Nabranı olsun, Qubası olsun, Qusarı olsun, Xaçmazı olsun. Onun yerin, yəni bu rayonların yerin daha doğrusu verə bilən mən ikinci bir rayon görmürəm. Demirəm ha, öz rayonumdur, ona görə demirəm, amma eyni zamanda çox gözəldir də. Şəxsən mən bura təbiəti, buranın necə deyək qardaşlar, buranın havası, hələ yeməci, suyu, burada hazırlanan hər şey mənim üçün xoşdur da, xoş gəlir mənə. Maşallah, 3-4 dənə İncil dərdim, görürəm ki, nə yaxşı yetişib, münbit torpağı var. Qəşəngdir. Maşallah olsun. Maşallah, günəş də bu tərəfdən elə bir mənzərədən çıxıb ki, qurban olum Allaha. Çox belə qəşəng, maraqlı da. Çox gözəl. Deməli bir xeyli ağdayanmışam burada, hələ maşın düşmür. Buradan da bu gözümə girir, Allah'ım da olsun. Yox edirəm, bir girib baxacam ki ora mən. Bir baxın görüm, burada bir çayçıdır, nədir ora. Çox maraqlı mənzərəsi də var. Dedim, belə qalxacam bu padyomu. Heç bir gedim görüm ora, nədir ora. Lap belə mənə maraqlı gəldi. Həm bu zirvənin arxası arada axı. Zirvə də hələ bir yamacdır. Biraz da daşlıqdır buralar. Hələ bil ki, belə pillə deyə gəlir. Düşür burada, gəlir, düşür orada, pillə. Bu arada onu da deyim, qəşəng güllər var. Maşallah. Baxırsan, cürbəcür, sort po sort. Bu nədir? Ayda bu o vaxtı mən əskərlikdə olanda belə bir şeylər Ağcabədidə, Beyləqanda çox idi. Bax indi atacaq. Bax vurursan atır. Maşallah. Hələ belə görürəm bura su da değmir. Torpaq da qupqurudur. Hələ bura qəşəng gülüstanlıq olub, əməlli başlı. Elə mənə maraqlı olan oradır. Şu görüm ora nədir, çayçıdır, nədir ora. Bir baxım görüm. Ora nədir?
Burada da adamın ayağın ilan saçsa dadına çatan olan deyil. Zuluma baxasan buradakı. Hələ bələ qalxacam promo. Ora baxasan. Bir də yıxılsam gezim baş üstə buradan. Bu nə bitkidir? Çox antikvar şeylər var ya buralarda. Maşallah buradan bütün aşağı görsənir. Ora baxasan. Gün çıxır, vurub dənizin üstünə. Neysə, axı bir xeyli yol gəlmişik. Çatıb görürük ki, belə bir bisetkalar var burada. Gedək baxaq. Sonra nə var, nə yox. Buradakı hündürlüyə baxasan. 2 metr yarım hündürlük var aşağıda. Gəlik. Qabaqda belə bir dənə padion var. Gəl bunu da turbanın üstünə qalx. Ki, axı ilan olar. Bir dənə sancıb eləyər də. Bir xeyli turbanın üstü ilə yola gələndən sonra hələ də ufura qalıb aşağıda. Buradan rayon əməlli başlı görsənir. Ufura qalıb aşağıda. Biz qalxmışıq yuxarı ki, axı baxaq görə bu nədir, nə obyektdir belə. Mənə çox maraqlı gəldi bura. Ona görə. Bir xeyli gələndən sonra görürük ki, buranın adı Kafe Panoramadır. Maraqlı bir yerə oxşayır, gözəl bir yerə oxşayır. Uzaqdan belə adam cəlb elədi, biz də ona görə gəldik bura. Belə baxıram ki, nəsə bağlıya oxşayır bura. Tel də vurublar bura. Gəl indi keç buradan o tərəfə. Gəl indi necə keçəsən, keç buradan. Bax sən. Bura Beyləqana oxşayır, ilan mələşən yerlərə. Hara qoyasan, ay Emin. Ayaqlı ki sən. Bax sən, bax. Bura bax sən. Yox, belə görürəm ki, bura bağlıdır. Hazırda deyəsən işləmir. Bağlanıb məncə. Bütün rayon görsənir burada. Bura nə oldu? Hara oldu indi görürsən? Yoxsa bir bu tərəfdə baxaq. Gedə maraqlı gəlir adama ki. Görüm. Deyirsən ki, biraz da gedim görüm bura nədir? Bura nəysə stansiyaya oxşayır. Məsələn, belə stansiyaya oxşayır bura. Buradan gələndə belə qalxanda nəysə bir oyuna yol var. Arxa tərəf biraz da buranı qalxsaq görsənəcək. Qalxaq baxaq. Nə var axı orada? Bu boyda aşmışaqsa bundan oyuna bir şey qalmayıb. Gedək licbi baxaq ora ki. Axı nə var buranın arxasında? Buranı da atlanım. Oh. Dayan dostlar. Ay Allah, buradan nə gözəl görsənir o tərəf. Ora bax sən. Mənzərəyə baxasan buradan. Hay Allah. Bax sən.
Çox gözəldir. Həm bilirsiniz necə, həm sarıdır düzəngahlıq. Həm yaşıllıqdır, həm dağlı, dərəli. Maraqlıdır. Bu elə bir ki, biraz biz sündürdük. Oranın yuxarıdan olan çəkilişidir də bura. O ki o vertolyotdan, samalyotdan falan xəritə kimi kvadrat falan belə görsənir. Düzəngahlıq. Bax indi elə bir səviyyədə görsənir telefondan. Dənizin də üstünə düşüb gün. Yansıma verir. Məncə bura qədər maraqlı keçdi. Düşək aşağı, axı bir maşından, bir furadan, bir kamazdan tapaq. Çıxıb gedək evə. Bu bir yağda deyəcəm. Bakı sədəqa yoldur da. Düşək görün bir başımıza nə gəlir. Yox, yenə gəl qayıt bu tərəfdən. Bura bağlayıblar yolu. Setqalayıblar. Bax sən yadımdan çıxdı. Elə bir yağ oradan gəldim ha mən. Məncə burada bir balaca yüngülvari çay süfrəsinin yeri var. Pis deyil. Qəşəng ağacın altıdır. İnşallah bu yaxın zamanlarda çəkiliş eləyəcəm. Elə bir çəkiliş eləyəcəm mən. Bax sən. Qışda at peçə bunu yandır da. At peçə yandır bunu. Bu əməlli başlı peç üçün bir odundur. Özdə yaxşı yanır ha bu. Həm şam ağacıdır, yağlıdır. Yəni həm bu tərkibi bilirsən elə bir belə çox qara bir bal kimi neysə var bunda. Bir də görsən yapışır adam əlinə. Bizə barı girib. Biz hara giribik? Yapışır adam əlinə. Həm yapışqanlıq var da sözün qısası canında. Ona görə o yaxşı yanır. Çox vaxt maşından görürsünüzsə, belə bu tikanlardan asırlar, ya keçirtirlər patpresi üstünə yuxarıda. Bir növ elə bil ki, kristal kimi görsənir uzaqdan. Bax, bax. Vallahi mən burada neçə cür bitkilər gördüm. Güllü tikan. Güllü tikan. Bax. Bu arada elə onu dediyim ki, elə bu sənsən ha, güllü tikan. Özü bildim mən kimə deyirəm bu sözü. Bax bu sənsən. Neyse qardaşlar, bu yolu bilmirəm hara gedir. Bu bayaqki göstərdiyim obyektin yanından keçir bu yol. Bu yolu bilmirəm hara gedir. İnşallah ki, bunların hamısını yaxında sizə çəkib göstərəcəm. Allahın izni ilə. Biz ki, hələlik belə xırda çəkilişlərlə sizi yadlayacaq. Belə, yəni boş buraxan deyiləm ki, kanalı ara 2 gündən bir, 1 gündən bir tez-tez çəkilişlər eləyib kanala göndərəcəm. Bircə siz də abunə olun. Hələ o bəs edər. Qəşəng obyektdir bura. Burada bir çay içməyin yeri var idi. Burada da heç kim yoxdur. Maşallah yolka ağaclar. Nə gözəl qəşəng əmələ gəlib. Mən düşdükcə də bu yol sarmaq bilmir. Maşallah belə xeyli gəlmişəm mən. Baxəsən. Yol qurtarmır. Yol qurtarmır. Gəl indi bu podyomu qalxəsən. Hələ o turbanın üstündən gəlmək bu podyomu qalxmaqdan yaxşıdır məncə.
Neyse kardeşler, axı bir zülümlə düşdü buranı. İndi keçirik buradan yolu qırağına. Yolumuza davam edirik. Burada da gördüyünüz kimi bir furo şoförü istirahət edir. Allah onlara canını sağ eləsin. Onlar da oradan da ailələrdə çətinliklə pul qazanırlar. Bu işdə zarafat işdə deyil. Bu həqiqətən çətin işdir. Bu məsuliyyəti də ağırdır. Həqiqətən bu insanlar həm də çox gözəl yol yoldaşıdırlar ha. Çox gözəl yol yoldaşıdırlar. Qəşəng də yol getmək olar bu insanlarla. Belə 95% elə belədir. İndi 5% də işlərində görsən də hər insan eyni olmur. Allah canlarını sağ eləsin, yollarını açıq eləsin. İstirahət edir. Biz də yolumuza davam edirik. Yolun sağına keçir. Böyle gedib biraz qabaq tərəfdə dayanacağım ki, oradan maşın düşür, rahatdır. Oradan gezmək bura baxmış asandır da, oradan maşın saxlayır. Həqiqətən çox gözəl şəhərdir bu. Şabran şəhəri. Şabran rayonu çox gözəldir. Bizim yolumuz isə buradan üzü düz Sədəqəyə tərəf yol alırıq. Yol boyda qəşəng çəkilişləri sizdən əsirgəməyəcəm. Ən maraqlı yerləri sizinlə paylaşacağım. Siz də abunə olun ki, like olun ki, videonu bəyənin, paylaşın ki, biz həmişə bu videoların davamını getirək. Beləliklə qardaşlar, oyda xeyli yol var ha. Yolun o birisi başından, o birisi tərəfdən. O bayaqki fura dedim. İstirahət edən yerdən gəlib çıxdıq buraya qədər. Burada da otel var Şabranda. Qəşəng oteldir. Burada yazılır ki, Pirbədil kəndindədir bura. Burada da Şabran rayonunun xəritəsi var. Mən keçən dəfə gələndə əslində görməmişdim bunu. Ancaq indi yaxşıdır, maraqlıdır. Orada o yaşıllıq olan yer, bayaq mən çəkiliş elədim. Çəkiliş elədiyim yerdir. O yaşıllıq olan yer. Yəni o dərə, o tərəf.